Əziz tarixsevərlər, bugünkü mövzumuz minillik, bizim eradan əvvəl anlayışları, daha sonra əsr, yarısı kimi mövzulara toxunacağıq. İlk öncə eradan əvvəl bizim era anlayışlarına baxaq. Ox üzərində sizə göstərim. Eradan əvvəl, burada 0 kimi qeyd edək və bizim era. Demək, eradan əvvəl bizim era anlayışları nədir? Eradan əvvəl, məsələn, -5, -4, -3, -2, -1, 0. Bizim era 1, 2, 3, 4, 5, məsələn, və sonsuzluq. Bu deməkdir ki, eradan əvvəl olanda böyükdən kiçiyə doğru gəlir. Bizim era olanda bir kiçikdən böyüyə doğru gedir. Yəni sizə xronoloji ardıcıllıq kimi göstərim. Məsələn, 1 eradan əvvəl 590 Manna dövlətin süqutu, eradan əvvəl 53 Karra döyüşü, eradan əvvəl 223 Atropatena Sileviklərdən asılı vəziyyətə düşməsi, eradan əvvəl deyim ki 36. Demək, burada qayda necə idi eradan əvvəl olanda? Böyükdən kiçiyə düzürdük. Böyük hansıdır? 1, daha sonra 3, sonra 2, 53 olan, sonra 36, yəni 4. Və qaydamız belədir. Gəlin bunun içərisinə bizim era ataq, onda görək necə olacaq. Eradan əvvəl belə qoyaq, 223. Bizim era 223. Bunun düzülüş qaydası necədir? Eyni elədir. Prosta ki, belə dəyişiklik olacaq. Məsələn, yenə birinci eradan əvvəl olanları düzürük. Çünki birinci eradan əvvəl olanlar olub. Məsələn, 1, sonra 2, sonra 4, sonra bizim era olan 3. Baxın, belədir qayda. İndi də bizim erada olan hadisələrə baxaq. 1, 636 Kadisiya döyüşü, 2, 227 Atropatena Sasanlərdən asılı vəziyyətə düşməsi, 3, 20-ci il, sonuncu Atropatena hökmdarının vəfat etməsi, 4, 838. Demək, Babəkin ölümü. Burada necədir qayda? Kiçikdən böyüyə bildiyimiz kimi 3, sonra 2, sonra 1, sonra 4. Baxın, qayda belədir. Yəni, bir-bir bu qayda ilə gedirik. Keçək minillik əsr anlayışlarına. Qeyd edim ki, eradan əvvəl bizim era fərqləri yoxdur. Minilliklə əsr anlayışlarının. Əsr. Demək, bir əsr neçə ildir? 100 il. Bir əsr bərabərdir 100 il. Demək, bir əsr 100 ildirsə, gəlin, gedək. Demək, məsələn, 1386. Eradan əvvəl bizim era fərqləri yoxdur. 100-də neçə sıfır var? 2 dənə. Baxın, 2 dənə sıfır var. Bu son rəqəmlərin ikisini atırıq, qaldı neçə? 12. 12-nin də üstünə 1 gələndə bərabərdir 13-cü əsr. Başqa birisinə keçək. Məsəl üçün elə 2025 olsun. Qeyd etdiyim kimi, eradan əvvəl bizim era fərqləri yoxdur. Yəni, hər ikisində də əsr eynidir. Demək, 100-də dedik neçə sıfır var? 2 dənə. Baxın, o sıfırdan sayı qədər rəqəmi silirik. 2. 20-nin üstünə də 1 gələndə bərabərdir 21-ci əsr. Sonra 190. 2 dənə sıfır silirik. Qaldı neçə? 1. Birinin də üstünə 1 gələndə 2. Sonra 27 bərabərdir. İkisini sildik. Burada 0 var axı. Bu 0-ın üstünə də 1 gələndə neçədir? 1. Məsələn, olsun 9. 9-cu il. Məsələn deyirəm də. Bura 2 0-da. Bu ikisini çıxanda üstünə 1 gələndə eləyir yenə 1-ci əsr. Bunu yadınızda saxlayın. Keçək minillik anlayışına. 1 minillik neçə ildir? 1000 il. Bax, adından da göründüyü kimi 1000 illik neçə ildir? 1000 il. Gəlin bunun qaydasına baxaq. Məsəl üçün 1453 Konstantinopolun fəthi. Demək, 1000-də neçə sıfır var? 3 dənə. Baxın, 1, 2, 3. 3 dənə sıfır. 1, 2, 3. Üstünə də 1 bərabərdir 2-ci minillik. Yenə əsrlə eyni qaydadadır. Sonra, məsəl üçün 223. Burada da eradan əvvəl bizim era fərqləri yoxdur. Hər ikisində də minillik, minillikdir. 223. 1000-də neçə sıfır var? 3 dənə. Sildik. Burada da sıfır var idi. Sıfırın üstünə 1 gəldik. Neçələdir? 1-ci minillik. Əslində belə yazmalıyam. 1-ci minillik. Sonra 2024. 1000-də neçə sıfır var? 3 dənə. Silirik rəqəmləri. 3 dənə sil. 2-nin də üstünə 1 gələndə neçə eləyir? 3-cü minillik. Sonra 27. Məsəl üçün eradan əvvəldən yazaq. 1000-də neçə sıfır var? Sildik. Burada da biri. Sıfırın üstünə 1 gələndə neçə eləyir? 1-ci minillik. Sonra eradan əvvəl 8. 1000-də 3 dənə sıfır var. Burada bax, 0, 0, 0. Burada əvvəli sıfırdır. Bu tərəfinə qoymayın ha. Bu tərəfinə qoysa səhv. Buradan çıxırıq 3 dənəsini. Çıxdıq. Sıfırın üstünə 1 gələndə neçə eləyir? 1-ci minillik.
Yadınızda saxlayın. 1000-dən aşağı birinci minillikdir. Unutmayın. Bu da sizə asan gələcək bu üsulumuz. İndi də keçək yarısı məsələsinə. Eradan əvvəl 100, 50, 0 bizim era. 0, 50, 100. Demək necədir? 100-dən 50-yə birinci yarısı, 50-dən 0-a ikinci yarısı, 0-dan 50-yə birinci yarısı, 50-dən 100-ə ikinci yarısı. Yəni fərq budur. Məsəl üçün 327 eradan əvvəl. Eradan əvvəl 327-dirsə, demək bu 27 hansı aralığa düşür? 327, məsəl üçün 27-ni götürək də 0-la 50 arası. Demək ikinci yarısı, 4-cü əsrin ikinci yarısı. Bu ikinci yarısıdır. İkinci yarısı. Bəs bu bizim era olsaydı, da buradan bura birinci yarısına düşərdi. Yəni bu qədər asandır. Sonra 1453. 1453. 1453 bizim eradır. Nə zaman düşür? 53 götürürükdə. Nə zaman düşür? İkinci yarısına. Bəs eradan əvvəl olsa, bu nə zaman düşür? Birinci yarısına. Sonra bizim era olanda, bizim era 486. Məsəl üçün 400-500 aralığında 400, 450, 500. Demək 480 hansı aralıq? Bu birinci yarısı, bu da ikinci yarısı. Demək 486 hansı aralıqda yerləşir? 450, 500. Demək neçənci yarısıdır? İkinci yarısıdır. Sonra olsun, deyim sizə 637. Tesmon döyüşü bizim eradır. Demək 600, 650, 700. Demək 637 hansı aralıqda yerləşir? 600, 650. Bu da neçənci yarısıydı? Birinci yarısı. Daha bu qədər asandır. Əlavə suallarınız olsa yoruma yazın. Bir rüb. Neçə ildir? 25. 25 il. Bir əsr 100 ildir demişdik. Demək, bir əsrdə neçə rüb var? 4 rüb var. 1, 25, 50, 75, 100. Demək, birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Gəlin rüblərə nəzər keçirək. Demək, 395. Neçənci rübdür? Bildiyimiz kimi dördüncü rübdür. Neçənci əsrdir? Dördüncü əsr. Neçənci minillikdir? Birinci minillik. Əsr necə bildik? Demək, 100-dən neçə sıfır var idi? 2-dən çıxdı. Demək, 3-ün bir gəldi, 4-cü əsr. Minilliyi necə bilirdik? Minillikdə, demək, 1 minillik 1000 ildir. 3 dənə sıfır olduğu üçün 1000-də 3-ün çıxırdı. Qarşıdaşda sıfır daxı. Sıfırın üstünə 1 gəlirdi, eləyirdi birinci minillik. Yaxşı, neçənci yarısıdır? Bizim eradır. Neçənci yarısıdır? İkinci yarısıdır. Sonra neçənci rübdür? Dördüncü rübdür.